dostlar, bir daha salamlayıram sizi. İndi isə problemlərinizi düşünə bilərsiniz və yaxud da hansı bir arzunuzu tuta bilərsiniz beyninizdə. Və mən sizə məsləhət kartı açacağım. Kartlar sizə nə məsləhət verir? Nəyi eləməlisiniz və nəyi eləməməlisiniz? Bax, belə bir açım edəcəm sizin üçün. Nəyi eləməlisiniz, nəyi etməlisiniz deyək ki, nəyi etməməlisiniz. Tutun, arzularınızı ola bilər, hansısa bir probleminizi tuta bilərsiniz. 3 variant olacaq, baxın. 1, 2, 3. Nəyi etməlisiniz və nəyi etməməlisiniz? Məsləhət kartlarıdır. 1, 2, 3 dostlar. Və mən başlayıram. Birinci variantdan. Nəyi etməlisiniz və nəyi etməməlisiniz? Bax, belə. Əgər hər hansısa bir iş planınız varsa, işlə əlaqəli nəsə planlar varsa, tək eləməyin. Bir yerdə eləyin kimlərləsə, ili məsləhətləşin kimlərləsə, ili nəyisə bir yerdə eləyin. Və yaxud da sizi ola bilər harasa dəvət eləyirlər, eləyəcəklər, gedin. Sonra və bundan əlavə də daha çox, yəni tək durmayın da, daha çox atnaşeniyada olun, yəni insanlarla ünsiyyətdə daha çox olun. Bax, belə burada və daha çox belə deyim, hisslərinizə, özünüzü xoşbəxt eləməyə, özünüzü əyləndirməyə də çalışa bilərsiniz. Bax, belə optimist olun. Nəyi etməməlisiniz? Bax, belə deyim dostlar sizə, ola bilər siz bəzi şeylərdə nəsə düşünürsünüz qərar verməkdə, nəsə plan cızırsınız, harasa getməkdən əlaqəli olar, nəsə eləməkdən əlaqəli ola bilər, plan cızırsınız. Amma plan cızırsınız, addım atmırsınız. Addım atmırsınız, başa düşdünüzmü? Bunu eləməyin. Plan cızılsa addım atın. Dayanıb durmayın. İkinci variant. Nəyi etməlisiniz, nəyi etməməlisiniz? Baxın, burada görürsünüzmü? Duraq çıxdı. Bu, insan əsasən risk məsələn, burada bu kart sizə deyir, risk eləyin. Risk eləyin. Özünüzə güvənin. Addım atın. Qorxmayın, optimist olun. Nəyi etməməlisiniz? 3 bucağa girməyin. Sevgi 3 bucağındasınızsa çıxın oradan. Və burada kart deyir sizə artıq bəzi qərarları verəndə hissləri arxa plana atın. Ağılla qərarlar verin. Başa düşdünüz? Hisslərlə yox, ağılla qərar verin burada deyilir. Hissləri arxa plana atmanız məsləhət görür. Bunu bax belə. Üçüncü variant. Nəyi etməlisiniz? Gizlindən eləməlisiniz nəyisə. Nəsə bir işiniz varsa, planınız varsa, gizlindən eləməlisiniz. Çox gizli eləməlisiniz, diqqətli olmalısınız, sekretlərinizi özünüzə saxlamalısınız, paylaşmamalısınız, gizli. İndi özünüz bilirsiniz də nədir, hər kəs özünə aid götürəcək odan. Və nəyi etməməlisiniz? Burada belə bir şey deyim. Biraz burada xırda yalanlar danışa bilərsiniz məqsədinizə çatmaq üçün. Xırda yalanlar danışa bilərsiniz. Və yaxud da burada ola bilər harasa getmək lazımdır, hazırlaşmışsınız, belə necə deyirlər, daha çox burada belə yerinizə durursunuz, yerinizə durmayın, addımlar atın. Xırda yalanlar da ola bilsin, bəzən danışmamalısınız, danışmayın, xırda yalanlar danışmayın. Xırda böyük demirəm, xırda yalanlar danışası olacaqsınız, ola bilər o xırda yalanların dalında böyük bir problemlər yarana bilər. Və bir də ki, dayanıb durmayın yerinizdə, addımlar atın. Yəni, çox belə, necə deyərlər, nəsə eləməlisinizsə, siz daha çox mən burada görürəm, üçüncü variantda bəzi sekret özünüzə aid işləriniz ola bilər. Bəzi şeyləri gizlədin də,
gizlədin. Amma yalanlar biraz az danışın və bundan da əlavə dayanıb durmayın yerinizdə. Addımlar atın. Belə dostlar, yenə də çalışıb açımlar edəcəm. Əlaqə üçün WhatsApp nömrəmi paylaşacağım dostlar. Zəngləri açmıram, ancaq WhatsApp-a yaza bilərsiniz. Şəxsi açım üçün maraqlıdır əlbəttə ki. Çox sağ olun izlədiyinizə görə.